Ayol, 22-ci bölmədə bax 25-ci suala. Oxşarlıq Deyir ki, sualı. Mhm. Oktay parçasında verilmiş obrazlar müqayisə edin. Demək, Oktay ikinci pərdədə Oktay və Firəngizi görürük. Mhm. Demək, yazıb ki, birincidə, ikinci pərdədə sevgisini dilə gətirir. Bu əslində səhv götürür. Çünki Niyə? yalnız Oktay deyil. Çünki həm Firəngizə, Həm həm də Firəngiz. Oktay ikisi. Həm Firəngizə aiddir, həm Oktaya ortaq getməlidir. Aha, sonra. İki də müxtəlif yerlərdən iş təklifi alır. Bəli, bu düzdür. Çünki məsələn türkü sürgün olunan Doğrudur. illərdə də var. Səməd bəy də gəlir. Ona da ikini götürür. Ayol, biz bir dənə də belə də rahat eləyə bilərik. Buralarda məsələn A variantını çıxaraq, D variantını çıxaraq, çünki 1 var. A bəndini 1-ə görə çıxırıq və 2 düz olduğuna görə C bəndini çıxırıq, qalır B və Y bəndi. Bəli. İkinci suala, ikinci şərtə baxırıq, deyir ki, dilindən lirik parça verilib. Bu əslində Firəngizə, yəni əslində məsələn Oktayın dilindən də biz görürük ki, lirik parça var, deyir ki, lirik parça gördüyümüzə görə 3-ü biz səhv götürürük. Zaten Oktaya bu aid, bəli. Mhm. B və Y arasında qalmışdı. 4-ə və 5-ə baxaq. 4-də deyir ki, Danyarla evli ikən Sevəri qulluqçu edir. Bəli, bu düzdür. Biz Sevərin nitqindən bunu görürük. Ona görə artıq, yəni əslində Evli ikən deyir. evli ikən deyil. Ay, sağ ol. Səhv. Evli ikən. Bu evləndi artıq Daniyarla boşandıqdan sonra Sevər ona qulluqçu durur. Ona görə 4 yanlışdır. Aha, 5-ə bax. Deyir ki, tamaşa səhnəsində rol alır. Bəli, məsələn, Oktay onsuz da alır. Firəngiz də son olaraq sonuncu bəli, hissədə görür. Bəli. O Amalya Tamaşa səhnəsində rol alır. Cavabımız nə oldu Ayan? bəli. Evet. Səhv idi çünki ikən deyildi. Evet. 6 da onsuz səhv.